Əli əleyhissalam baxın nə deyir. Dedi ki, ey Salman, Resulullah sallallahu aleyhi ve sellem'in kızı Fatimənin evinə getdi. Özü çöldədir ha. فَاِنَّهَا اِلَيْكَ مُشْتَاقًا. Həqiqətən də o sənəti darıxmışdı. Yeri gəlmişkən, mən inşallah sizə onların Biharul Anvar dediyi, yəni Biharul Anvarı tərcümə etsən nurlar dənizləri deməkdir. Əslində o Biharul Zalamdır, zülmətlər dənizidir. Yəni Biharul Anvar bilirsiniz 110 cilddir. 43-cü cilddən səhifə 66-dan sizə bir nəql oxuyacağam. Yəni bu sizin etiqadınızdır, bu sizin dininizdir. Yəni siz hansı haqla bunları danışırsınız, mənə yəni çox maraqlıdır. Heç bir iman gətirən kimsə kitabına yazmaz. Şimdi baxın, güya Əli əleyhissalam baxın nə deyir. İ'ti mənzilə Fatimətə binti Rasulillahi sallallahu aleyhi ve sellem. Baxın, sizin öz kitabınızda Əli radiyallahu anhu nə deyir? Ya Səlman, İ'ti mənzilə Fatimətə binti Rasulillahi sallallahu aleyhi ve sellem. Dedi ki, ey Salman, Resulullah sallallahu aleyhi ve sellem'in kızı Fatimənin evinə getdi. Özü çöldədir ha. فَاِنَّهَا اِلَيْكَ مُشْتَاقًا. Həqiqətən də o sənəti darıxmışdı. Yəni bir kişi evindən çıxıb, küçədə başqa bir kişi ilə qarşılaşır, dostu, tanışıyla, yoldaşıyla qarşılaşır. Deyir ki, mənim evimə get və yoldaşımın evinə get, həqiqətən o sənin üçün darıxmışdı. Hansı kişi başqa bir kişiyə, yəni yad olan birisinə, yəni Salman radiyallahu anh, yəni Fatimənin heç nəyi deyil, heç bir qohumu, yaxın, məhrəmi deyil. Bu ne çirkinlikdir, yəni deyir ki, hansı kişi, Əli əleyhissalam Salmana deyir ki, bizim evə get, Fatimə sənin üçün darıxmışdır. Budur sizin dininiz, budur sizin etiqadınız. Yəni bu şeye sahip tayfa hansı haqla kim bilərsə təmin edir. Sizin heç ateşpərəstlərə deliltən etmək haqqınız yox. Salman deyir ki, mən də qaçaraq Muhammed sallallahu aleyhi ve sellem'in kızı Fatimə aleyhissalamın evinə tərəf getdim. فَاِذَا هِيَ جَالِسَةٌ وَعَلَيْهَا قِطْعَةُ عَبَائٍ. Yəni gedir, evə girinə qapını deməklə hiçbir şey dikir eləmirdi. فَاِذَا bir də gördüm ki, hiyə gəlir, oturub və üzərində bir əba parçası var. Güya Salman radiyallahu anh deyir ki, evə girdim, bir də gördüm ki, deyir, Fatimənin üzərində haşa və kəllə, Allahım sənə sığınırım ya Rabbi. Bir əba parçası var deyir. Onunla başını örtsə, baldırı açıq qalacaq deyir. Və idə qaddət saqaha enkəşəfə rəsuha. Əgər deyir, baldırını örtsə, başı açıq qalacaq deyir.